Hər birinizi salamlayıram və ümid edirəm ki, yaxşısınız. Bugün sizinlə bir niyyət açılımımız olacaq. Niyyətinizə çatacaqsınızmı? Hansı niyyətlərinizdir? Bu çatacağınız niyyətlər hansı niyyətlərdir? Bunun haqqında danışacağıq. Və burada bir də qeyd etmək istəyirəm ki, şansın, bolluğun və bərəkətin planeti olan Yupiter artıq Xərçəng bürcünə keçdi. Yupiter Əkizlər bürcündə narahat bir pozisiyadaydı və öz bolluğunu, bərəkətini, rahatlığını yaya bilmirdi. Xərçəng bürcündə isə Yupiter tam olaraq ucalımdadır. Yəni orada öz enerjisini daha yaxşı yayır və hər birinizin həyatınızın müxtəlif hissələrində bu bolluğu, bərəkəti bir il müddətində yaşayacaqsınız əzizlərim. Buna aid əlavə bir video da çəkəcəm sizə. Amma siz özünüzlə bağlı bir illik baxım istəyirsinizsə, əslində mən il ortasında illik bir baxım eləmirəm. İllik baxımlar yanvar ayının 20-sinə qədər yekunlaşır. Amma bu dəfə Yupiterin keçidi ilə bağlı bu ildə ikinci dəfə olacaq ki, illik bir açılma olacaq. Yəni gələn ilin iyun ayına qədər ki, dönəm üçün Yupiter necə təsir göstərəcək, həyatınıza hansı sahələrə təsir göstərəcək. Bu haqda baxım əldə edə bilərsiniz. Sadəcə WhatsApp-ın üzərindən və ya Instagram üzərindən bir illik Yupiter Xərçəng keçidinin baxımını əldə etmək istəyirəm yazsanız kifayətdir. Belə, gəlirəm bugünkü niyyət açılımınıza. Kartımızın negativ enerjilərini sandal buxumunuza təmizləyirik və sizin üçün 4 dəstə hazırlayacağım. 4 dəstə, hansı dəstə sizin üçün daha çəkici, daha belə deyək, enerji olaraq deyirsə ki, mən buradayam, həmin dəstəni seçin. Deməli, birinci dəstəni seçəcək olanlar öz niyyətlərinə çatacaqmı? İlk öncə niyyətlərinizi beyninizə tuta bilərsiniz. Hər dəstəyə ayrı bir niyyət də eləyə bilərsiniz. Birinci dəstəni seçəcək olanlar öz niyyətlərinə çatacaqlarmı? Birinci dəstəni seçəcək olanlar öz niyyətlərinə çatacaqlarmı? İkinci dəstəni seçəcək olanlar öz niyyətlərinə çatacaqlarmı? İkinci dəstəni seçəcək olanlar öz niyyətlərinə çatacaqlarmı? Hər bir dəstəyə ayrı bir niyyət eləyə bilərsiniz. Və yaxud da eyni bir dəstədən bütün niyyətlərinizin cavabını da ala bilərsiniz. Bilirsiniz ki, mən sadəcə hə, yox demirəm. Hansı niyyətlərə uyğundur, hansı niyyətlər tez zamanda alınacaq, onu da deyirəm. İstəyirəm Lenormanddan da dəstək alım. Birinci dəstənin niyyətinə uyğun olaraq bizə bir dənə kart versin. Birinci dəstənin niyyətinə uyğun olaraq bizə tək kart versin. İkinci dəstənin niyyətinə uyğun olaraq bizə kart versin. İkinci dəstənin niyyətinə uyğun olaraq bizə kart versin. Və üçüncü dəstənin niyyətinə uyğun olaraq bizə kart versin. Belə, yəqin ki, 3 dəstəni də görürsünüz. Hansı dəstənin enerjisi sizə daha uyğun, daha belə deyək də çəkici enerji olaraq deyirsə ki, mən buradayam, məni çək, o zaman həmin dəstəni seç. İndi mən sakit dayanıram və sizə icazə verirəm ki, öz kartlarınızla belə deyək, hal-hazırda baş-başa qalasınız. Və mən başlayıram. Birinci dəstə. Birinci dəstə niyyətinizlə bağlı, ümumiyyətlə bu niyyətiniz nə dərəcədə düzgün bir niyyətdir, nə dərəcədə bu niyyəti istədiyiniz adam düzgün bir insandır. Bunu belə deyək də istəyirəm ki, özünüz üçün sorğulayasınız. Yəni ki, ola bilər ki, buradakı niyyətiniz barışıqla əlaqədardır. Amma barışmaq istədiyiniz adam nə dərəcədə sizə lazımdır və yaxud da bir araya gəlmək istədiyiniz adam nə qədər sizə lazımdır. Bəlkə bu insan dövlət adamıdır, bəlkə güclü bir insandır, bəlkə sizin üçün statusu güclü bir insandır. Amma kartlar deyir ki, ümumiyyətlə bu arzun reallaşandan sonra özünün sonraki həyatını nə dərəcədə güvəndə hiss edəcəksən. Daha sonra burada xüsusilə də övladları ilə bağlı niyyətlər eləyənlər varsa, hal-hazırda onun həyatında belə deyək də bəzi şeylər qaydasında deyil. Yəni ola bilər ki, o bir yalanın içindədir, ola bilər o bir xəyanətin içindədir, ola bilər o bir oyunun içərisindədir və o hələ ki bunu sevgi adı altında qəbul eləyir. Amma baxaq görək burada bu niyyətlə bağlı bəs nə baş verəcək bu birinci dəstədə.
Burada əslində bir qadının qalibiyyəti var. Bir qadının bəlkə də biraz hiləsi var. Bir qadının biraz dəyişik enerjilərdə, qadının belə deyək də, planlı, proqramlı bir qadın enerjisini görürəm. Xüsusilə də burada deyir ki, qılınc beşlisi ilə mövzu hər nədən ibarətdirsə, bu mövzuda baxın, birilərini öldürüb və o öz belə deyək də etdiyi səhvin fərqində deyil. Daha doğrusu bunu bilərəkdən eləyib, amma ədalətli şəkildə davranmır. Ola bilər ki, burada hər hansı bir riyakarlıq və yalan var. Və bu durum sizin üçün də, baxın, qılınclarla gəlir, aqressiya və narahatlıq doludur. Bu nədirsə, istədiyiniz hər nədirsə. Burada narahatlıqlar və gərginliklər çoxdur. Və bu gərginlik içərisində sizin üçün bu gərginlik çox belə çəkici gələ bilər. Sizin üçün bu insan, bəlkə də elə bir insandır ki, bu adam belə deyək də, sizin üçün çox belə maraqlıdır o insan, amma biraz daha ehtiyatlı olmağınız gərəkdiyini, hisslərinizə güvənməniz gərəkdiyini, 6-cı hissinizə güvənməniz gərəkdiyini göstərir. Əgər niyyətiniz bir hədiyyə almaq, bir evlə bağlı məsələ, ev almaq, evdə yardımlaşmaq, ev alarkən yardımlaşmaq məsələləri ilə bağlıdırsa, özünə vaxt ayırmaq, özünü sevmək. Ümumiyyətlə, mən deyərdim ki, bu niyyətinizi həyata keçirmək üçün uşaqlığınıza enin. Çünki bu məsələnin həll olması sanki sizin öz uşaqlığınızla bağlıdır. Yəni, ola bilər hər nə yaşayırsınızsa travmatik olayı. Siz bunu uşaqlıqda da yaşamısınız. Və öz uşaqlığınıza ensəniz bunu həll edə biləcəksiniz kimi görsənir. Və bu məsələdə əgər mövzunuz pulla bağlıdırsa, işlə bağlıdırsa, bu məsələnin həll edəcək bir güclü avtoritar insanla tanış ola bilərsiniz. Və net olaraq istəyirəm ki, bu bizə kartlarımıza cavab versin. Birinci dəstə niyyətinə çatacaq, yoxsa yox? Birinci dəstə deyir, əgər niyyəti yeni başlanğıclar eləmək, yeni işə düzəlmək, hər nədirsə, baxın mövzu hər nədirsə, bu uyğun bir yol olmaya bilər sizin üçün. Yəni sizin üçün düzgün olan bir addım, düzgün bir istək deyil ümumiyyətlə. Bu istəyinizi bir daha düşünün. Ola bilər ki, sizin üçün çox maraqlı gələ bilər, amma sonrasında elə də maraqlı olmaya bilər. Gəlirəm ikinci dəstəyə. İkinci dəstə niyyətinizə bəli çatacaqsınız, əzizlərim. Xüsusilə də bu məsələ sizə çox belə yaxın bir zamanda gələcək bir xəbərlə bağlıdır. Uzaqdan gələ bilən bir xəbərdir. 3 dənə kart gəldi ki, hər üçü məsafə ilə bağlıdır. Ölkəni tərk eləmək ola bilər, ölkədə uzaqdan gələn birinin sizinlə üzləşməsi ola bilər, evlilik niyyəti tutmuşsunuzsa başqa ölkədən, başqa şəhərdən gələn bilən biri ola bilər. Maşınla bağlıdırsa maşın ala bilərsiniz. 3-7 həftə və yaxud da 3-7 həftə və yaxud da 7-ci ayın 3-cü həftəsi. Daha sonra uzaq yolculuqlar, tətillər, tədbirlər gedə bilərsiniz. Birilərinin geri addımını, birilərinin sizə belə deyək, gəlişini gözləyirsinizsə, bəli, olacaq. Uğur qazanmaq istəyirsiniz müəyyən bir sənəd məsələləri ilə bağlı və yaxud da ki, pul və yaxud da xarici ölkəyə köçmə məsələlərlə bağlı. Bu da sizin üçün uğurludur. Və burada yəni istənilən mövzu nə istəyirsinizsə, xüsusilə də 100%li bu məsafələrə aiddir. Bəlkə kimsə ölkəni dəyişmək istəyir, bəlkə kimsə ölkə xaricindən xəbər gözləyir, bəlkə kimsə sadəcə kimisə gəlməyini gözləyir, gəlsin mənə doğru deyir. Fərqi yoxdur, yaxın birli zaman içərisində, bir gün, bir həftə, bir saat içərisində belə bu adamdan xəbər ala bilərsiniz, bu mövzu həll ola bilər. Xüsusilə burada enerji olaraq su və alov enerjiləri daha baskındır. Gəlirəm 3-cü dəstəyə. 3-cü dəstə deyir ki, yox, qətiyyən yox. Niyə yox? Çünki ola bilər ki, bu hər mövzu hər nədirsə, bu mövzu sizin üçün sadəcə belə deyək də, həyatınızın çətin anlarını sizə xatırladacaq bir travmanın, siz bunu bunun üçün seçmişsiniz ki, təkrar eyni
yaraları özünüzə xatırladasınız. Deyəcəksiniz, niyə belə bir şey edim? Baxın, biz necə uşaqlıqda böyüyürüksə, valideynlərlə bağlı münasibətlərdə, valideynlə bir-birlə münasibətlərində davamlı həmin enerjini və həmin mühiti axtarırıq. Çünki bu bizə daha doğmadır, çünki bu bizi tanışdır. Hətta bu yaxşı olmasa belə. Və burada deyir ki, bu mövzu hər nədirsə, sən bu mövzudan əl çəkmiş ola bilərsən, bu mövzu sənin əlindən getmiş bir şey ola bilər, bu mövzu sən itirdiyin bir şey ola bilər, pulla bağlı ola bilər, biri ilə bağlı ola bilər, fərqi yoxdur. Amma bu mövzu deyir ki, sənin vaz keçmən gerəkən bir mövzudur. Yəni artıq sən bunu buraxmalısan və irəliyə doğru baxmalısan deyir. Və asa 9-lusu deyir ki, sənin qorxuların da çoxdur bu mövzu ilə bağlı. Bu kədərli bir bu səndə kədər oyandıracaq bir şeydir bu mövzunun bugün məsələn sən bu nə istəyirsənsə onun alınmaması və ümumiyyətlə onun alınmasına qarşı da sənin qorxuların var. Yəni sanki artıq dəfələrlə eyni yerdən vurulmusan, eyni şəkildə incinmisən, eyni şəkildə sənin üçün hər şey çətin olur. Yəni bu andan etibarən heç olmasa deyir, artıq vaz keçməyi dənən. Burada xaç kartı deyir ki, burada sadəcə göz yaşı var, burada sadəcə kədər var, burada sadəcə ola bilər ki, hal-hazırda məsəl üçün əgər bu mövzunuzla bağlı deyilsə, bu o deməkdir ki, hal-hazırda bu mövzunuzu həyatınıza çəkə biləcək enerjiyə sahib deyilsiniz. Belə də ola bilər. Məsələn, ola bilər ki, siz maşın istəyirsiniz, məsəl üçün. Amma hal-hazırda elə bir enerji səviyyəsiniz, sizin ümumiyyətlə manifestləriniz, dualarınız tutmaz. Çünki öz enerjiniz aşağıdır. Yəni burada hazırki vəziyyətdə bu məsələnin olma ehtimalı çox zəif görsənir. Bax belə əzizlərim, qısa bir niyyət açılımı ilə qarşınızdaydım. Bundan sonraki videom olacaq. 1 illik müddətdən Yupiter keçidi bizə nələr vəd eləyəcək? Ümumiyyətlə bu bizə hansı enerjini verəcək? Təbii ki, 1 illik baxım olmayacaq canlıda. Qısa bir şəkildə Yupiter bizə nələr vəd edir olacaq. Amma 1 illik baxım əgər sən özün üçün istəyirsənsə, o zaman mənimlə əlaqə saxlaya bilərsən. Özünə yaxşı bax.